Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti binası söküləcək. Rubrika.az xəbər verir ki, Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Dərnəqli elektrik deposunun tikintisi ilə bağlıdır. Biz həmişə deyirdik də, oradan ümumiyyətlə yeraltı metronun, qatarların gedib gəlməsinə bağlı çox söhbətlər olmuşdu. Yəni yanlış nələrsə var idi orada. Belə ki, depo tikiləcək ərazidən təxminən 464 yaşıllıq köçürüləcək. Müşahidələr onu göstərir ki, həmin ərazidə bu sayda ağac və kol yoxdur. Amma Dərnəgül elektrik deposu üçün ayrılan torpaq sahəsi ilə bitişik olan Azərbaycan Beynəlxalq Universitetinin həyətində geniş yaşıllıq salınıb. Burada yüzlərlə ağac mövcuddur. Ola bilər ki, köçürəcəyi rəsmi şəkildə açıqlanan yaşıllığın bir hissəsi keçmiş ali məktəbin həyətinə düşəcək. Bu da Azərbaycan Beynəlxalq Universitetinin binasının söküləcəyi qənaətinə gəlməyə əsas verir. Bəli, Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Teleqrafa açıqlanmasında bildirib ki, plana uyğun olaraq ərazidən 464 yaşıllıq köçürüləcək. Həmin ərazi 1986-cı ildən Bakı metropoliteninə verilib. Bu deməkdir ki, metropolitenin ərazisidir. O dönəmdə isə hazırda ərazidə gördüyünüz Azərbaycan Beynəlxalq Universitetinin yeni binaların və digər infrastrukturların heç birisinin izi tozu yox idi. Ərazi həmişə metropolitenin sahəsi olub. Ora heç vaxt Azərbaycan Beynəlxalq Universitetinin ərazisi olmayıb. Sadəcə orada universitet tikiblər. Bəli, bilirsiniz ki, Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevdir, olub və hazırda xaricdə yaşayır, Fransada və 2010-cu ildə isə sentyabrın 1-də keçmiş təhsil naziri Misir Mərdanov imzaladığı əmrlə universitetin fəaliyyəti tamamilə dayandırılıb. Orada yaşayış evləri var, çox maraqlıdır onlar, nə olacaq? Minlərlə yaşayış. Deyərdim ki, orada çox böyük universitetin ətrafında kiçik evlər də var, tikilib. Orada olmuşam küçələr falan, dalanlar. Onları da yəqin köçürəcəklər.